Salamlar. Bugün mən sizlər üçün yenə biologiya sınaq toplusundan bu dəfə sınaq üçün izahını edəcəm. Vaxt itirmədən keçək sınağımıza. Başlayaq sınaq 3, birinci sualla. Nə deyilir sualımızda? Deyilir ki, kütləsi 5268 olan, deməli kütlə olaraq bizə 5200 kütlə olaraq bizə 5268 verilmişdir. Yəni zülalın bu ümumi kütləsidir. Və daha sonra ipucu olaraq 51 peptid rabitə vardır deyir və biz də bilirik ki, 51 peptid rabitə vardırsa, üzərinə bir də gələrəkdən amin turşu sayını tapa bilərik. Çünki belə deyək də, amin turşular, misal üçün mən burada 4 amin turşu çəksəm, 4 amin turşunun arasında 3 peptid rabitə olduğu görsənir. Ona görə də, deməli, əgər mənə peptid rabitə sayı verilsəydi, üzərinə bir gələrəkdən amin turşu sayını tapmalı idim. Burada da peptid rabitə olaraq 51 verilmişdir. Deməli ki, amin turşu sayımız da 52 imiş. Daha sonra bu zülalın radikallarının kütləsinin cəmi bizdən soruşulur. Təbii ki, biz bunun üçün nə etməliyik? Öncə funksional hissənin kütlə payını hesablayıb, ümumi kütlədən funksional hissənin kütlə payını çıxaraq radikalın kütləsi tapılmalıdır. Və 52-dirsə, biz burada deyəcəyik ki, deməli, 52 vurulsun amin turşu sayın funksional hissənin hesablanılması üçün 56 topla 18. Bu da bərabər edəcək 52-ni 56-ya vurub 18 ilə cəmlədiyimiz zaman 2930 edəcək. Və 2930 oldu bizim radikallarımızın kütləsi yox, funksional hissəmizin kütləsi. Və indi ümumi kütlədən, yəni 5268-dən çıxacam 2930-u, bu da edəcək, deməli, 2338 cavabımız etdi B variantı. Gəldik 2-yə. Deyir, həşaratların qarıncı bumlarının sayını n ilə işarə etsək. Daha sonra döş bumlarının sayını da m ilə işarə edir və stigmaların cəmi hansı ifadə ilə müəyyən oluna bilər. Əvvəlcə biz bilirik ki, əgər həşarata qarıncıq sayı n-dirsə, o zaman qarıncıq üçün stigma sayı 2n-2 olacaq. 2n-2. Əgər döş bulumlarının sayını da m olaraq işarə edibsə, deməli ki, döş bulumunda olan stigma sayı da 2m-2 olacaq. Çünki döş bulumu zaten standartdır, 3 döş bulumu vardır və birinci döş bulumunda da hər hansı bir stigmaya rast gəlinmir. Ona görə də biz birinci döş bulumunda olan, daha doğrusu olmayan həmin o 2 dənə stigmanı çıxırıq. Burada da o şəkildə də qarıncığın burada sonuncu bulumunda stigma olmadığı üçün həmin o 2 çıxdığımız sonuncu bulumdakı olmayan stigmalardır. Və təbii ki, bu ifadəni mən necə edərəm? N topla m vur 2 çıx 4 kimi yaza bilərəm ki, burada da A variantında görürük ki, 2 vur n topla m çıx 4. A variantına uyğundur. Daha sonra deyir, çox hüceyrəli bir canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimidir. Və bu qametlərdən başqa fərqli bir qamet əmələ gətirməyən canlı haqqında hansı fikirlər doğrudur deyir. Krasingoverdə baş verməmişdir. İndi öncə mən burada baxıram, Krasingoverdə baş vermədiyi bir haldırsa, burada qametlərə baxdığım zaman hər zaman AB-nin bir araya düşdüyünü görürəm. Baxın, AB bir yerdədir. Amma C ilə də hər zaman bir yerə düşmür. Kiçik AB-lər də hər zaman bir yerdədir. Yəni, buna əsasən mən nə nəticə çıxardacam? AB genlərim ilişikli imiş. AB genlərim ilişiklidir. Bəs digər genlərdə vəziyyət necədir? Çünki deyir ki, Krasingover baş verməmişdir. Yəni, digər genləri də ilişikli götürsəm, Krasingover baş versə, yəni fərqlilik meydana çıxar. Amma burada Krasingoverin baş vermədiyi bir hal üçün deyirsə, mən başa düşürəm ki, digər genlər ayrı homoloji xromosomlar üzərindədir. Yəni, bunlar ilişikli keçir, yəni bu genlər üzərində Morgan qanunu, ilişikli irsiyyət, amma bu genlərlə digər C və D genləri arasında isə sərbəst bağlanma qanununu görürük. Ona görə də ayrı-ayrı homoloji xromosomlar üzərində imiş. İndi gəlin baxaq.
1-də deyir 2n-i 4 imiş. Xeyr, buradan gördük ki 2n-i 4 deyil, 2n-i 6-dır. Deməli ki, bu doğru deyil. Məndən nə soruşur? Doğruları soruşur, səhv etmirəmsə. Bəli, doğruları tapmalıyam. Deməli ki, 2n4 fikri doğru deyil. A və B genləri ilişiklidirmi? Bəli, ilişiklidir. Gördük ki, ilişiklidir. Bütün genlər fərqli xromosomlarda yerləşir fikri yanlışdır. Çünki A və B genləri eyni xromosomdadır. Digərləri fərqli xromosomlardadırlar. Bütün genlər fərqli xromosomlarda yerləşir fikri də yanlışdır. C və D genləri ilişiklidir fikri də yanlışdır. Deməli ki, biz burada doğru olaraq yalnız 2-ni gördük. Buna uyğun olaraq da Y variantı olacaq bizim cavabımız. 4-də deyilir, aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Buna görə aşağıdakı canlıların hansılarının zülal müxtəlifliyi daha azdır. Zülal müxtəlifliyi daha azdır deyil. Yəni, bunlar ya eyni növdəmi, eyni cinsdəmi, eyni fəslədəmi, eyni dəstədəmi olmalıdırlar ki, onlar arasındakı zülal müxtəlifliyi az olsun. Və burada baxırıq ki, aləm, yəni bunlar 4 canlı, hansı canlılardırsa eyni aləmdə birləşiblər. Ola bilər bu tip görürəm, yəni heyvanlar aləmində cəmləniblər. Daha sonra deməli, tipdə baxıram ki, bax, burada уже 2 fərqli tipdir, eyni tipin nümayəndəsi deyil. Artıq o zaman 2 ola bilməz. Çünki 2-də fərqlilik var. F-ləri görürəm tipdə. Bunların zülal oxşarlığı daha bir-birinə yaxındır, müxtəlifliyi azdır. Daha sonra sinifdə yenə görürəm Y-lər eyni sinifdədir. Amma gəldiyim zaman dəstədə artıq D, D, yəni bunu hansı canlıdırsa N-lə işarə edilmişdir. Bu da Ş hərflə işarə edilmişdir. Deməli, bu da olmayacaq. Amma nəyə görə? Bunlar arasında artıq müxtəliflik artdı. Çünki ayrı-ayrı dəstədədirlər. Çünki biz bir növün fərdlərini müəyyən etdiyimiz zaman kriterilərdən biri də biokimyəvi kriteri idi ki, orada da zülal oxşarlığına görə növlər eyni, fərdlər eyni növə və ya cinsə bu şəkildə daxil edilirdi. O zaman burada artıq görürəm ki, hər bir fərd ayrı-ayrı fəsilələrdədir. O zaman 1 ilə 4 fərdi eyni fəsilədə olduqları üçün bunlar arasında olan zülal müxtəlifliyi daha da az olmuş olacaq. Sonra gəldik 5-ə, deyilir hansı bitki və ya bitkilərin endosperm hüceyrələrində bir ədəd Y cinsi xromosomuna rast gəlinər. Ümumiyyətlə, biz bilməliyik ki, dişi fərd diploid bir canlıda mərkəzi hüceyrə olaraq mənə ya XX verə bilər, ya da YY verə bilər. Yəni, bu homogamet canlıdırsa XX verəcək, heterogamet canlıdırsa yenə də ya XX ya da YY mənə verəcək. Amma burada bir dənə Y cinsi xromosomu varsa, deməli ki, bu erkəkdən gəlmişdir. Yəni, burada endospermin xromosom yığımı bu şəkildədir. XX və Y şəklindədir. İndi bu aşağıda adları verilmiş hansı bitkilərin endosperminə uyğun olar? Təbii ki, çiyələk olmayacaqdır. Çünki çiyələyin endospermi heç vaxt bu şəkildə ola bilməz. Çiyələkdə ya XXX şəklində olacaqdır, ya da XY və Y şəklində olacaq. Ona görə də burada bizim cavabımız 1 olacaq, 3 olacaq və 4. 1, 3, 4, yəni A variantına uyğun gəldi. 6-da deyilir. Tetraploid bitkinin dişici, deməli 4N xromosom yığımlı bir bitkinin dişici diploid, yəni 2N xromosom yığımlı bitkinin tozcuğu ilə tozlandırılmışdır. Bu dişi bitkidir, burada yazaq. Bu da bizim üçün erkək bitkidir, burada da yazaq. Və bu bitkidə 2 qat mayalanmadan sonra əmələ gələn hissələrdən hansını xromosom dəsti doğru göstərilmişdir? Öncə endosperm verilmişdir bizə. Endospermdə mərkəzi hüceyrə ana bitkidə olduğu kimi olacaq və deməli, sperm isə ata bitkinin xromosom yığımının yarısı olacaq. Yəni 4N topla N. Bu bizə 5N-i verdi. Deməli ki, bu bizim üçün doğrudur. Təbii ki, biz burada da yenə doğruları götürürük. Meyvənin qabığı 3N. Bu yanlışdır. Çünki meyvə qabığı 3N yox, 4N olacaq. Ana bitkinin xüsusiyyətlərini daşıdığı üçün. Toxumun qabığı. Toxumun qabığı 4N verib. Bəli, bu doğrudur. Çünki ana bitki xüsusiyyətlərini daşıyacaq. Rüşeymi 3N vermişdir. 3N deməli 2N-i anadan plus N atadan. Bəli, 3N bu da doğru oldu. Meyvənin lətli hissəsi bu da ana bitki xüsusiyyətlərini daşıyacağına görə 4N fikri doğrudur. Cavabımız A variantı. 7-də deyilir.
Tədqiqatçı ağacın oduncağında diametri 10 sm olan A, diametri 5 sm olan B və diametri 14 sm olan C illik halqalarını müəyyən etdi və bunlara əsasən biz doğrunu müəyyənləşdirməliyik. İndi gəlin baxaq. Baxın, bir dənə illik halqada diametr 8 sm, yəni bunu mərkəzdə çəkirəm və mən bunu B ilə işarə edirəm. Deməli, sonra çaşdırmayım deyənə. İkinci illik halqamda isə 10 sm olaraq işarə edəcəm və mən də bunu A ilə işarə edirəm. Üçüncü illik halqam isə 14 sm-dir və 14 sm-dir və burada da C ilə işarə edilmişdir. İndi baxaq hansı fikir doğrudur. Ən cavan illik halqa C halqasıdır. Ən cavan illik halqa bəli C halqasıdır. Çünki birbaşa kombinin altında olan C halqasıdır. Bu doğru fikirdir zaten. Amma yenə baxacağım, A halqası B halqasından əvvəl yaranmışdır. A halqası B halqasından sonra yaranmışdır. Bu deməli doğru deyil. C variantında deyilir, C halqası A halqasından əvvəl yaranıb, C halqası A halqasından sonra yaranmışdır. Bu da doğru deyil. D variantında deyilir, A halqası özəyə daha yaxındır. A halqası yox, B halqası özəyə daha yaxındır. B halqası kombiyə daha yaxındır. Bu da yanlışdır. B halqası özəyə daha yaxındır. Gəldik 8-ə. Doğru ifadəni seçin. İnsan, deməli, burada da yenə doğruya baxacağım. İnsanın gövdə skeleti. İnsanın gövdə skeleti dediyimiz zaman onurğa sütununu tam götürürük, qabırğaları götürürük, bir də döş sümüyünü götürürük. İndi baxaq, yastı sümüklərlə birləşmə əmələ gətirir. Bu fikrimiz bizim üçün doğrudurmu? Gövdə birinci boyun fəqərəsi ilə ənsə ilə birləşir, yastı sümükdür. Sonra 1 və 2-ci oma fəqərələri ilə çanaq sümüyünə birləşir. O da yastıdır. Deməli, bu fikrimiz bizim doğrudur. 2-də deyir, oynağın əmələ gəlməsinə iştirak edirmi? Bəli, çünki birinci boyun fəqərəsi olan atlas oynağın əmələ gəlməsində iştirak edir. Quruluşca 3 növ sümükdən təşkil olunmuşdur fikri yanlışdır. Çünki gövdə içərisində biz yalnız qarışıq və yastı sümükləri görə bilərik. Yəni, orada uzun borulu sümüklər və qısa sümüklər olmayacaq. Hərəkətsiz birləşmə əmələ gətirə bilərmi? Əlbəttə ki, əmələ gətirə bilər. Döş sümüyünün körpücü sümüyü ilə və oma sümüklərinin çanaqla birləşimi hərəkətsizdir. Qarışıq sümüklə birləşmə əmələ gətirə bilərmi? Təbii ki, gətirə biləcək. Çünki qarışıq sümük dediyimiz körpücük sümüklərimizdir ki, gövdə ilə birləşir. Onlar da qarışıq sümükdür və cavabımız etdi A variantı. Gəldik 9-a. Qaraciyər sorucusunun hansı orqanoidi kirpikli sürfə mərhələsində aktiv olduğu halda yetkin fərd mərhələsində fəal olunur. Təbii ki, biz burada mitoxondrini götürürük. Çünki yetkin fərd anaerob mühitdə yaşayır, amma kirpikli sürfə isə aerob mühitdə yaşayır. Ona görə də yetkin fərddə mitoxondri bəli fəal olmayacaq. Onda deyir, daxili qulaqla sümük labirintin daxilindəki maye. Bircə dəqiqə, daxili qulaqdakı sümük labirintin daxilindəki maye hansı terminlə ifadə olunmuşdur? Biz bilirik ki, pərdəli labirint sümük labirintin içərisində yerləşir. Sümük labirintlə pərdəli labirint içərisində perilimfa mayesi vardır. Deməli, cavab perilimfadır. Və pərdəli labirintin içərisi desəydi, pərdəli labirint içərisində isə endolimfa vardır. Sonra gəldi 11. Burada təbii ki, bu 7-ci sinifdə verilmiş bir şəkildir və orada gəmirci ağız aparatı həşəratın verilib, yanında da onların ətrafları və üzərində də adları yazılıb. Yəni, bu tullandırıcıdır, bu qazıcıdır, üzücüdür, bu da yürüyücüdür. Deməli ki, bu bizə gəldi A variantını verdi. Yəni, bu birbaşa dəstəkdə olan sualda heç ehtiyac yox idi, yəni orada fikirləşməyə falan. 12. Şəkildə müxtəlif canlıların ürəyinin quruluşu verilmişdir. Buna əsasən hansı fikirləri söyləmək olmaz. Deməli, biz burada öncə canlıları bilməliyik. Təbii ki, burada mədəciklər arasında tam olmayan ara kəsmə gördüm və 2 aorta qövsü gördüm. Təbii ki, bu bizim üçün oldu sürünən. Deməli, bu sürünəndir. Burada mən nə görürəm? Sağ aorta qövsü görürəm. Deməli ki, B canlımız quşdur. Burada sol aorta qövsü görürəm. Deməli ki, bu canlımız da məməlidir. Və indi baxaq, doğru olmaz, söyləmək olmaz.
Deyir, A canlısının, yəni A canlısı sürünəndə aid olduğu sinfin nümayəndələrində ilk dəfə borulu sümük əmələ gəlib. İlk dəfə sürünənlərdə borulu sümük əmələ gəlməmişdir. Deməli, ilk dəfə embrional dövrdə borulu sümük sürünənlərdə əmələ gəlib, amma borulu sümük ilk dəfə postembrionalda, suda quruda yaşayanlarda əmələ gəlmişdir. Testimizə görə biz bu variantı götürürük, çünki demək olmaz deyib. 2. B canlısı xordalların ən cavan sinifinə aiddir. B quşlardır. Bu fikir doğrudur. Testə görə götürülməyəcək bir fikirdir. 3-də deyilir, C canlısı sürünənlər sinifinə aid ola bilər. C canlısı xeyir ola bilməz. Deməli ki, mən bunu da burada götürəcəm. 4-də deyir, A canlısı diri bala doğan canlı ola bilər. Bəli, sürünəndir. Əgər bu gülzə desəm, diri bala doğan canlı ola bilər. Bu da götürülməyəcək testə görə. B canlısında pulcuq ola bilərmi? Quşdur, pəncə hülləsində pulcuq var. Təbii ki, bunu da götürmürük. C canlısı kloakaya malik ola bilərmi? Əgər bu bir ilk məməlidirsə, təbii ki, kloakaya malik ola bilər. 1 və 3 C variantı doğru oldu. Gəldik 13-ə. 13-də deyilir. Kərtənkələnin yumurtalığının yetişmə zonasına cəmi 12 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Və biz də bilirik ki, əvvəla kərtənkələ dediyi üçün, yumurtalıq dediyi XY yazdım, heterogamet bir canlı olduğu üçün. Daha sonra biz meyoz prosesini öyrəndiyimiz zaman bilirik ki, bir xromatidli xromosomların qütblərə çəkilməsi meyoz 2-nin anafazasındadır. Deməli ki, meyoz 2-nin anafazasına 12 hüceyrə daxil olmuşdur. Meyoz 1-dən 12 hüceyrə çıxıbsa, meyoz 1-ə daxil olan hüceyrə sayı nə qədər olacaq? 6. Deməli, 6 ilkin cinsiyyət hüceyrəsi var imiş. İlkin cinsiyyət hüceyrəsi. Yəni, buna əsasən bunu tapdım. Daha sonra deyir, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlər bir-birlərinə bərabər olarsa, bərabərdirsə, bu heterogamet canlıydı zaten, 3X və 3Y cinsiyyət xromosomlu qamet vermişdir bizə deməkdir. Və alınan yumurta hüceyrələri neçəsindən dişi fərd əmələ gələr və biz də bilirik ki, dişi fərdin əmələ gəlməsi üçün mənə anadan Y xromosomu lazımdır. Deməli, 3 olacaq. Birincisi 3 olacaq. Hələlik ki, Y və C variantları qaldı. Və daha sonra bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomları çəkiləcəkdir. Baxın, 6 hüceyrə daxil oldu meyoz 1-ə və bu 6 hüceyrənin 6-sında da X və Y cinsiyyət xromosomları vardır. Deməli ki, burada biz yalnız Y cinsiyyət xromosomu qütblərə çəkildi sözünü deyə bilmərik. Amma meyoz 1-dən çıxan 12 hüceyrənin 6-sında X, 6-sında isə Y cinsiyyət xromosomu olacaq və bunlar daxil olacaqlar meyoza və meyozun ikinci meyoza. Və meyoz 2-nin anafazasında təbii ki, X cinsiyyət xromosomu olan hüceyrələrdə qütbləri yalnız X cinsiyyət xromosomları çəkiləcəkdir. Y cinsiyyət xromosomuna malik olan hüceyrələrdə də qütbləri yalnız Y cinsiyyət xromosomu çəkiləcəkdir. Yəni 6. Çünki 12 hüceyrədən 6-sı X-i daşıyır, 6-sı isə Y-i daşıyır. Ona görə cavabımız etdi C variantı. 14-də baxdıq, çox qəşəng bir sualdır. Demək olar ki, bütün kökün təkrarıdır. Yəni, kökün zonalarını tamamilə bu sualla təkrar edə bilərsiniz. Burada bizə nə deyilir? Doğru bəndi seç. Baxaq. Deyir, K hissəsində ki, əvvəlcə biz bilməliyik ki, F kök üsküdür, K bölünmə zonasıdır, Z böyümədir, Y sorucudur, X ötürücüdür. Nəyi seçirdim mən? Doğrunu. Deməli, K hissəsində əmələ gələn hüceyrələr N-ə bölünərək. Əvvəla K, deməli, bölünmə zonasındadır. Bəli, burada hüceyrələr bölünür, amma N-ə yox, uzunluğuna bölünür. Bu yanlışdır, mən doğrunu axtarırdım. 2-də deyir, K zonasında tam formallaşmış ötürücü borular olur. Ümumiyyətlə, bölünmə zonasında hər hansı bir boru olmur. Böyümədə tam formallaşmamış olur, sorucuda tam formallaşmış olur. Təbii ki, ötürücüdə də yenə də biz orada tam formallaşmış ötürücü boruları görürük. Yəni, buna görə bizdə ötürücü borular bu fikirdə yanlışdır. Mənə doğrular lazımdır. 3-də deyir, Y zonasında olan əmici tellər örtük toxumasına aiddir. Y zonası sorucu zonadır. Bəli, bu fikrimiz doğrudur. Çünki əmici tellər örtük toxumasına aiddir.
4'te deyilir X zonası hesabına Y zonası vasitəsi sorulan su və üzüm maddələr X zonası ötürücüdür, Y zonası vasitəsilə sorulmuş su və mineral maddələr hərəkət edir. Burada üzüm maddələr dediyi üçün burada biz çaşmayaq. Bu fikrimiz də bizim yanlışdır. F hüceyrələr qalın qılaflı, F hüceyrələri kök üsküyü hüceyrələridirsə, kök üsküyü hüceyrələr qalın qılaflı deyil, nazik qılaflıdır, yəni doğru deyil. Heç nə, yalnız 3 oldu Y variantı burada bizim üçün doğru cavab. Gəldik 15-ə. 15-də nə deyilir? 15-də deyilir ki, hansı geoloji era və ya eralarda onurğalı heyvanlar mövcud olmayıb? Əvvəla onurğalı heyvanlar Ordovik dövründə yaranmışdır. Ordovik dövrü də Paleozoy erasının bir dövrüdür. Və Paleozoy erasından sonra təbii ki, Mezozoyda da, Kaynozoyda da onurğalı heyvanlar mövcud olublar. O zaman biz burada arxeik və bir də Proterazoy olmaqla 3-5, yəni D variantını seçməliyik. Və gəldik 16. Şəkildə xanı balığının skeletinə aid olan hissələr verilmişdir. Mən burada bir quyruq fəqərəsi görürəm, bir də gövdə fəqərəsi görürəm. Verilənlərə əsasən A topla, B topla, C ifadəsinin qiymətini tapın. Ümumi sümüklərin sayı. Mən burada neçə sümük görürəm? Bir dənə quyruq fəqərə sümüyü, bir də gövdə fəqərə sümüyü. Yəni, toplam mən burada 2 dənə sümük görürəm. A-nın qiyməti 2 edəcək. Ümumi qövslərin sayı və biz bilirik ki, quyruq fəqərəsində 4, gövdə fəqərəsində isə 2 qövs vardır. Yəni, B-nin qiyməti 6 etdi. Qabırğa sayı burada hər hansı bir qabırğa görmədiyim üçün 0 deyəcəm və cavabımız da olacaq D variantı. 17-yə baxdıq. Qoyunlarda tükün qıvrım forması, hamar forması üzərində natamam dominantlıq edir. Deməli, belə yazaq. Qoyunlarda tutaq ki, mən A ilə işarə etsəm, deyəcəm ki, böyük A dominant olan qıvrım əlaməti idarə edir. Kiçik A hamar əlaməti idarə edir. Əgər böyük A ilə kiçik A, bir Hardenbergdir. Deməli, böyük A ilə kiçik A bir araya düşdüyü zaman isə dalğalı tükə görə, tükün formasına görə dalğalı rəngli qoyunlarımız yaranacaqdır. Və heterozigot vəziyyəti, tamam. Bu, populyasiyanın genetikasına aiddir. Təbii ki, mən burada əvvəlcə A və böyük A, kiçik A genlərini rast gəlmə tezliyini tapmalıyam. Və mənə hamar tüklü qoyunların sayının 128, ümumi qoyunların sayının isə 800 olduğu verilmişdir. Təbii ki, burada mən nə etməliyəm? Kiçik A genini, genotipinin rast gəlmə tezliyinin tapılması üçün, gəlin belə deyək, nə etməliyəm? 128-i bölməliyəm 800-ə. 128-i də 800-ə böləcəyim zaman edəcək 0,16. 0,16 və 0,16 genotipin rast gəlmə tezliyidir və genin rast gəlmə tezliyinin tapılması üçün isə onu kök altına salmalıyam. Və buradan da kiçik A-nın qiyməti bərabər olacaq 0,4-ə. Kiçik A-m 0,4-dürsə, böyük A da təbii ki 0,6 vahidin içərisində 0,6 ona düşdü. Və heterozigot vəziyyət lazım olduğuna görə bizə heterozigot vəziyyətdə, yəni 2 dənə 2 böyük A, kiçik A yazıram və burada qiymətləri yerinə qoyacağım. Yəni, 2 vurulsun, böyük A-nın qiyməti nə idi? 0,6, onu da vuracağım 0,4-ə. Burada da 0,6 vur 0,4 vur 2 edəcək 0,48 ki, o da edəcək 48%. Hələ mənim cavabım deyil, çünki mən 800 fərdin 48%-ni tapmalıyam. Onu da tapıram burada. Deməli, 800 fərdim 100%-dirsə və burada bizə lazımdır ki, 48 deməli faiz nə qədər edər? X də bərabər olacaq 384-ə. Bu da bizim cavabımız. 18-dir. Aşağıdakı şəkildə nefronun quruluşu və strukturlar rəqəmlərlə verilmişdir. Hansı rəqəmlərlə verilən hissələrdə geriyə sorulma prosesi ola bilər? Ola bilər, tamam. Bu qədəhə bənzər kapsuldur, burada olmayacaq. Burada harda ola bilər ümumiyyətlə? Henley ilgəyində varmı? Bəli, var. Birinci dərəcəli qıvrım silik borucuqlarında varmı? Var. İkincidə varmı? Var. Nə oldu? 2, 3, 5. 2. Y variantı. 2 və 3. 2, 3 və 5.
Bu da maraqlı bir test tapşırığıdır. Deyir, aşağıda xromosomları təsvir olunan iki canlının çarpazlaşması zamanı aşağıdakı fenotiplər alınmışdır. Yəni, bu bizim fərdlərimizdə, bu da fenotipdir və fenotiplər verilib də, yəni genotip verilməmişdir, fenotip verilmişdir. Və buna görə fenotipləri verilən fərdlərdən hansılarını əmələ gətirən qametlərdən deyir, ən azı birinin əmələ gəlməsi zamanı Krassingover baş verdiyini mütləq şəkildə biz söyləyə bilərik. Gəlin baxaq. Deməli, burada birinci fərdə baxıram. Birinci fərdin genotipini burada yazaq. Deməli, böyük A veribsə, burada sözsüz ki, kiçik A-nı verib digər fərd. Bu da B-ni veribsə, deməli, burada bir Krassingoveri görmədim də hələ ki. Bu da kiçik B-ni verib. Buradan böyük C-ni verib. D ilə bərabər. Zaten ikinci fərddə hamısı heterozigot vəziyyətdədir də. Yəni, belə deyək, burada hər hansı bir Krassingover yoxdur, çünki AB genləri 1 gəlmişdir, CD genləri də 1 gəlmişdir. Bu fərddə hər hansı bir Krassingoveri mən görmədim. 2-yə baxıram, 2-də deyirəm ki, böyük A. Böyük A burada sözü ki, kiçik A-nı verib. Amma burada görürsünüzmü, kiçik B yazılıb. Kiçik B-ni bu necə verə bilər? Yalnız Krassingoverin getdiyi hal üçün. Krassingoverin getdiyi hal üçün. Deməli ki, A ilə B-ni veribsə, burada mən bir Krassingover görürəm. Sözsüz ki, digər fərdim onsuz da resesiv əlamət daşıdığı üçün mənə kiçik B genini verəcəkdir. Daha sonra burada yenə C ilə D-ni bir arada görürəm. CD genləri arasında Krassingover baş verməyib, birbaşa verib. C, C, D, D. Genotiplər belə olacaq. Yəni, burada bir Krassingoveri gördüm. Üçüncüyə baxdığım zaman böyük A. Böyük A-nı deməli ki, qarşı tərəfdəki kiçik A verəcək. Kiçik B-ni yenə də bu böyük A-nın kiçik B ilə bir araya düşməsi bu yalnız Krassingover nəticəsində mümkün olacaq. Kiçik D-ni də yenə C ilə, özü burada C ilə D-ni verib. Burada da Krassingover görülüb. Deməli, 3-də də Krassingover vardır. Amma mən 4-ə baxdığım zaman A ilə B-ni 1 vermişdir, C ilə də D-ni 1 vermişdir. Yəni, burada hər hansı bir Krassingoveri görmürəm. Krassingover yoxdur, Krassingover yoxdur. 2 və 3-də isə Krassingover vardır. Yəni, cavab olacaq 3, C variantı. Aşağıdakı canlılardan neçəsinin aid olduğu sinfin nümayəndələri Lamar tərəfindən təklif olunan təsnimat sisteminin 5-ci pilləsində yer almışdır. 5-ci pillədə balıq almışdır yer, bir də sürünən almışdır. O zaman, deməli, balıq və sürünənləri biz seçməliyik. 3 fərd görürəm, quş olmayacaq, suda burada yaşayan olmayacaq, 3 olacaq, C variantı. 21-də cədvələ əsasən X plus Y ifadələrinin qiymətini tapın. Bu bir bakteriya məsələsidir. Sınaq 1-in birinci sualında da var idi. Mən bunu NT düsturu ilə getməyəcəm. Yəni, o zaman alır. Düşünürəm ki, siz də getməsəz daha yaxşı olar. Və biz o videoda da izah etmişdim. Kimə aydın deyilsə, bu videoyu baxırsa, o videoyu baxmayıbsa, baxa bilər. NT ilə orada izah etmişdim. Amma ən yaxşısı belədir ki, 2 saat ərzində bir bakteriyanı böləcəyimiz zaman bölünməyə məruz qalan bakteriyaların sayı 63 olacaq. O zaman elə mən birbaşa 252-ni bölüm 63-ə saat 2 saat dediyinə görə buradan tapacağım 4. Elə başlanğıc bakteriya sayını tapdım da. Bir də o NT, N0 onlara nə ehtiyac var ki? Məncə ehtiyac yoxdur, bu daha rahatdır. Deməli, başlanğıc bakteriya sayım X-in bərabərdir 4-ə. 3-cü bölünməyə məruz qalan fərd sayı dediyi zaman 4 bakteriyamı böləcəyim zaman 1-ci bölümə, 2-ci bölümə və 3-cü bölümə. 3-cü bölünməyə 16 fərd məruz qalmışdır. Bax, burada 16 cavabını verməyiblər, verə də bilərdilər çaşdırmaq üçün. Amma X topla Y cəmi bizdən soruşulduğu üçün 16 topla 4 bərabərdir 20. Yəni, bizim cavabımız burada edəcək A variantı. 22-yə baxırıq. Onurğalılar tipinə aid olan bir canlının bədən temperaturunun ətraf mühit temperaturuna asılılığı verilmişdir. Əvvəla bədən temperaturunun ətraf mühit temperaturundan asılı olmadığını görürük, yəni sabit olduğunu görürük və deyir ki, bu da ya quş olar, ya da deməli, məməli olar da təbii ki. Bu canlının aid olduğu sinfin ilk nümayəndələri ən tez hansı geoloji dövrdə meydana çıxıb? Təbii ki, Triasda ilk məməlilər, çünki bədən temperaturu sabit olanlar ilk məməlilər, quşlar və ali məməlilərdir. Buna görə də biz burada deməli Trias dövrünü götürürük ilk məməlilər olaraqdan. Sonra periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Periferik sinir sistemində nə idi? Mərkəzdən kənarda olan sinirlər və sinir düyünləri idi. Periferikdə hissi neyron aksonu görürəmmi? Bəli, görürəm. Hərəki neyronun cismini görürəmmi? Xeyr, çünki hərəki neyronun cismi hardadır? Mərkəzdədir.
Ara neyron aksonu görmərəm, mərkəzdədir. Hərəki neyronun dendritini görmərəm, mərkəzdədir. Hissi neyronun cismini görərəm, hərəki neyron aksonunu görərəm. Yəni 1, 5, 6, 23, bircə dəqiqə hardasa bir səhv etdim. Periferisin əmələ gəlməsinə rol oynayır. Hissi neyron aksonu tamam oynayacaq, hərəki neyronun cismi olmayacaq, ara neyron aksonu olmayacaq, hərəki neyronun dendriti, tamam, bitirməmişəm sadəcə, 7. Hissi neyronun dendriti, bəli, bu da olacaq. Deyirəm, axı 3 dənə də cavab yoxdur. 1, 5, 6, 7, hardadır bu? 1, 5, 6, 7, A variantı. 24 deyir, insan skeleti haqqında verilən fikirlərdən hansı doğrudur? Skelet haqqında bizə verilən doğru fikri tapmalıyıq. Doğru olan hansıdır? İnsanın kəllə skeletinin hər 3 növ sümük birləşməsinə rast gəlinir. Bu yanlışdır, çünki orada yalnız bir qarışıq, bir də yastı sümükləri görə bilərik. İnsanın gövdə skeleti 2 cür sümük ilinə sahib olan sümüklə birləşmə əmələ gətirə bilər. Bu yanlışdır. Çünki 2 cür sümük iliyi olan sümüklər deməli borulu sümüklərimizdir ki, bu da gövdə skeleti ilə birləşmir. Gövdə skeleti bizdə yuxarı ətrafa körpücük sümüyü ilə, aşağı ətrafa isə çanaq sümüyü ilə birləşir ki, çanaq sümüyü yastıdır, körpücük sümüyü isə qarışıqdır. Ona görə də bu da olmayacaq. 3-də deyir, yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir deyir. Təbii ki, bu da yenə yanlış olacaq. Çünki yuxarı ətraf skeleti deyir. Yuxarı ətraf skeleti 4 sümük ilə birləşir. 4 sümük də yastı sümükdür. Deməli, qarışıq sümük cavabı doğru olmayacaq. 4. Yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir fikri doğrudur. Çünki yuxarı ətrafda biz kürək, körpücük, uzun borulu, qısa borulu, yəni kürək yastıdır, körpücük qarışıqdır. Yəni 4 növün 4-ünə də rast gəlirik. 5-də deyilir, gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər yastı və qarışıq sümüklərdir. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər, deməli, bu sonuncu qabırğalar da sərbəst. Bunlar deməli, qabırğaları götürəcəyimiz zaman oldu yastı. Bir də büzdüm, sonuncu büzdümdür ki, fəqərəsidir ki, bu da qarışıq. Deməli, 4 və 5 fikrimiz doğru oldu. Cavabımız da etdi C variantı. Sonra buğda toxumu cücərərkən endospermdə olan ehtiyat qida maddələri rüşeymə nə vasitəsilə daxil olur? Rüşeymə daxil olur, yəni biz bilirik ki, bir ləpələrdə yalnız ehtiyat qida maddələri endospermdədir, ləpələrdə ehtiyat qida maddələri yoxdur. Ləpə yarpaqları cücərmə zamanı endospermdən ehtiyat qida maddələrini alaraq vasitəçi kimi rüşeymə ötürmüş olacaq. Yetkin qadında müəyyən müddətdə sarı cismin ümumi fəaliyyəti 70 həftə olubsa və biz də bilirik ki, 2 həftədən bir, yəni hər, belə deyək də, hər aybaşı disiplində 14 gün, 2 həftə sarı cisim fəaliyyətdə olur. Ovulyasiyaların sayını hesabla. Hamiləlik də baş verməmişdir 28 gün. Heç nə 72-yə böləcək, edəcək 35. Nəyə görə belə etdim? Çünki 2 həftə sarı cisim hər bu sikllarda fəaliyyətdə olubsa, yarısını götürdüm də. Şəkildə verilən canlı haqqında doğru ifadəni seç. Biz latimeriya görürük. Hal-hazırda mövcud olan bir balıqdır. Nəsli kəsilməmişdir. Qığdalı balıqlara aiddirmi? Xeyr, qığdalı balıqlar deyirlər. Nəsli kəsilmiş canlıdırmı? Xeyr. Bir qan dövranına malikdirmi? Bəli. 4 cüt qəlsəmə yarığına malikdirmi? Xeyr. 4 cüt qəlsəmə desəydi doğru olardı. Qəlsəmə yarığı dediyinə görə doğru olmadı. Cavabımız Y variantı. Hansı bitkinin aid olduğu müxtəlif məişə mərkəzi şimal və cənub yarımkürələrində yerləşəcəkdir? Bunu da tapmamız üçün biz bilməliyik ki, hansı məişə mərkəzləri idi ki, həm cənub, həm də şimal yarımkürələrində yerləşmişdir. Məncə bu YouTube-a açıq bir dərsdir. Bəli, seleksiya məişə mərkəzləri YouTube-a açıq qoyulmuş bir dərsdir. Oradan da izləyə bilərsiniz. Orada ekvatorun necə kəsdiyi görsənir. Və ərazisinin çox hissəsi cənub yarımkürələrinə düşən mənşə mərkəzi 33% mədəni bitkilərin yerləşdiyi Cənubi deməli Asiya mərkəzidir. Amma az hissəsi cənuba düşən, çox hissəsi şimala düşən isə bu And mərkəzi, yəni bircə dəqiqə, az hissəsi cənuba düşən, haradasa məncə yanlışlıq etdim, az hissəsi cənuba düşən deyirsə, bu Cənubi Asiya tropik mərkəzidir. Çox hissəsi cənuba düşür deyirsə, bu And mərkəzidir, Cənubi Amerika mərkəzidir. Deməli, biz həm şimal, həm də cənub yarımkürələrinə düşən mənşə mərkəzi dediyinə görə bu iki mənşə mərkəzində yerləşən bitkiləri tapmalıyıq. Cənubi Asiyada düyü yerləşir, Andda isə ananas yerləşir. Ona görə də cavabımız B variantı.
Geoxronoloji cədvəli əsasən hansı daha əvvəl meydana çıxmışdı? İğne yarpaqlı bitkilərin yaranması, bu daş kömürdür. Mir kök sisteminin yaranması, bu devondur. Baş beyin qabığının yaranması triasdır. Qabığı ruşeym halında sürünənlərdə idi, amma qabığın yaranması triasdadır. Onurğanın yaranması ordovikdir, əlavə və yan köklərin yaranması silurdur. Ona görə də burada ən birinci onurğa yaranması ordovik olaraq götürürük. Səhv fikri göstərin, atomların birinci növ miqrasiyasına iştirak edən canlı, təbii ki, bu bir hüceyrəli canlıdır. Xemosintez edici ola bilərmi? Ola bilər. Bakteriya olsa xemosintez edici olacaq. Fotosintez edici ola bilərmi? Əlbəttə ki, olar. Xloroplasta malik olarmı? Xeyr, bu bizim üçün səhv fikirdir. Çünki bu, əgər bitkilərin bir hüceyrəli nümayəndəsi belə olsa, onlarda xloroplast deyil, xromatofor vardır. 31-ə gəldi, insanın gövdə əzələlərinə aiddir. Gövdənin əzələlərinə. Bax, burada arxanın açıcı əzələləri deyir, bəli, gövdə əzələlərinə aiddir. 4 başlı əzələ deyir, yanlışdır, çünki 4 başlı əzələ budun açıcı əzələsidir. Böyük döş əzələsi deyir, doğrudur. Qarın əzələsi dedi, doğrudur. 3 başlı əzələ isə bazunun açıcı əzələsidir. Ona görə də bu fikrimiz də doğru olmadı. 1, 3 və 4 cavab Y variantı. Davam edirik. 32. Hansı xəstəliyin əmələ gəlməsində yalnız virus və bakteriyalar iştirak edir? Burada faringit olacaq. Çünki meningitdə 3 həm bakteriya, həm virusda, həm də bir hüceyrəlilər iştirak edir. 33-də deyilir, verilmiş qida zəncirində yer alan canlılar haqqında doğru fikri seçin və biz burada işığın el canlısının üzərinə düşdüyünü görürük. Deməli ki, bu produsentdir. N ilə qidalanır. Deməli, bu birinci dərəcəli konsumentdir. M də N ilə qidalanacağına görə ikinci dərəcəli konsumentdir. Məndən doğru fikirləri istədiyi üçün el canlı redusentdirmi? Xeyr, M canlısı ikinci dərəcəli konsument ola bilərmi? Təbii ki, ola bilər. B variantını götürdük. 34. Ağac dərinə bənzər birəbitdən. Ağac dərinə bənzər birəbitdən ağac birəbitdənlərinə aiddir. Cavab C variantı və ovan dimdiyə malik idi. Yapışqanlı dili olmadığı üçün kaktusun iynəsini dimdiyi ilə tutub ağacların qabığının altından həşəratları çıxarırdı və biz də bilirik ki, birəbitdənlərin, yəni Darwin birəbitdənlərinin, virokların 3 cins 10 növü mövcuddur və məlumat kimi də deyim ki, bunlar da deməli, uyğunlaşma ilə əlaqədar olaraq hamısı bir növdən əmələ gəliblər. 35. Bitkilərin quraqlığa uyğunlaşması əlamətlərindən deyil. Baxın, yarpağın tikanına çevirməsi, bəli, uyğunlaşma əlamətidir quraqlığa. Gövdələrində suyun toplanması, sukulent bitkilər, bu doğrudur. Yəni, necə doğrudur? Quraqlığa uyğunlaşma əlamətidir. Mənə deyir ki, olmasın da. İndi böyük ehtimal soyuğa uyğunlaşma əlamətini görürəm burada D variantı. Hüceyrə şirəsində şəkərin çox olması. Bu da donmanın qarşısını almaq üçün su az olacaq, şəkər isə çox olacaq. Budur, aid olmayan. Amma köklərin dərinə getməsi quraqlığa uyğunlaşma əlamətidir. Yarpaqların üzərinin mum təbəqə ilə örtülmə quraqlığa uyğunlaşma əlamətidir. 36. Dərinin epidermis qatında ola bilər. Canlı hüceyrə ola bilərmi? Əlbəttə ki, ola bilər. Çünki üst hissə ölü hüceyrə olduğu üçün deyilir. Alt hissəsində isə canlı hüceyrələr vardır deyilir. Ölü hüceyrələr varmı? Var. Qan damarları varmı? Yox. Tərvəzlərin axacaqları açılırmı? Bəli. Piy vəzləri varmı? Piy vəzləri isə yoxdur. 1, 3, 4. Yox, 1, 2, 4. Belə bir cavabımız varmı? Bəli, A variantı. 37-də deyilir, cədvələ əsasən X və Y-i müəyyənləşdir. Yuxu sikllarının sayı, yuxu fazalarının sayı. Yuxu faza sayı 8 verilibsə, deməli ki, sikl sayı 4-dür. Çünki hər sikl 2 fazadan ibarətdir. Və minimum zaman, sərf olunan minimum zaman dediyinə görə, yəni 4 siklın ikisi ləng yuxudur, yəni belə də yarısı ləng yuxudur, yarısı tez yuxudur. Ləng yuxuları minimumdan götürdüyüm zaman, ləng yuxuları minimumla götürəcəm, deyəcəm ki, 4 saat ləng yuxu, düzdür. Tez yuxuları isə ilk 3 deməli fazanı mən 10-la götürüm, deyim ki, 3 vurulsun 10, sonuncu fazanı isə 20-dir də, səhərə yaxın axı tez yuxu fazasının müddəti artır, bu da etdi 50, yəni X-in qiyməti 4, Y-in qiyməti isə 50, 4 saat 50, 4 saat 50, C variantı. Seyçonova görə baş beyin reflekslərinin hansı mərhələsi aşağıda göstərilən refleks qövsünün 3-cü mərhələsinə uyğundur? Biz burada refleks qövsü görürük və Seyçonova görə baş beyin reflekslərinin 3 mərhələsi vardır. Onun ikinci mərhələsi mərkəzdir. Deməli, burada 3-ə uyğun gəlir. Yəni, cavabımız bircə dəqiqə 3-ə uyğun gəldi. Bircə dəqiqə
Orada üçüncü mərhələsinə uyğundur. Hansı mərhələsi aşağıda göstərilən refleks qövsünün üçüncü. Bunun üçü onun ikisinə uyğundur. Deməli, Seyçenova görə baş verən reflekslərinin hansı mərhələsi? Deyir ki, baş verən reflekslərin 3 mərhələsi var. Orada birinci reseptorda, ikinci mərkəzdə, üçüncü işçi orqandır. Seyçenova görə deməli, baş verən reflekslərində. İşçi orqan 3'dür. Mərkəz isə 2'dir. Deməli, buradakı mərkəz, buradakı 3, refleks qövsü isə 5 hissədən ibarətdir axı. Buradakı 3-cü hissə baş verən reflekslərində 2-ci hissəyə müvafiq gələcək. Cavab C variantı. Sonra müasir bitkilərdə aşağıdakı dəyişikliklərdən hansı quraqlıq şəraitinə yaşamağı təmin etməz? Yəni, quraqlığa uyğunlaşma əlaməti olmasın. Yarpaq və gövdələrinin tükçüklərlə örtülməsi quraqlığa uyğunlaşmadır. Ağcıların dərinə keçməsi uyğunlaşmadır. Bu isə əksinə yarpaq sayəsinin genişlənməsi daha çox su buxarlandıracaq da. Deməli ki, bu rütubətə uyğunlaşmadır, quraqlığa yox. 40'da deyilir. C variantı oldu burada da. 40'da deyilir. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. Burada mənə doğru lazımdır. A hüceyrə, B hüceyrə. A hüceyrəsində görürəm ki, nüvə yoxdur. B hüceyrəsində isə nüvə var. Nüvəsi olmayan hansıdır? Bakteriyadır, prokariot. Elə yazaq bura bakteriya. Bunu tapdıq zaten, nüvə yoxdur dedi. B hüceyrəsində nüvə var, xlorofil yoxdur. Pilus hüceyrə divarı var ki, bu da göbələkdir. Çünki göbələkdə nüvə var, xlorofil yoxdur, hüceyrə divarı var. Bunu mən heyvan götürə bilmərəm. Heyvanda hüceyrə divarı yox, glikokalix olmalı idi ki, mən də doğrunu tapmalıyam. A-da deyilir, B çox hüceyrəli heyvan hüceyrəsi ola bilər. B göbələkdir. Xeyr, bu doğru deyil. A hüceyrəsi fagositoz edən evkaryotdur ki, evkaryot deyil axı, A bakteriyadır. C simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilərmi? Bəli, göbələklər də simbiyoz yaşadıqları üçün C variantımız doğru olacaq. D-də A hüceyrəsi bitki hüceyrəsi ola bilər. A hüceyrəsi bakteriyadır. A və B hüceyrələri ayrı-ayrı aləmə aid orqanizmların hüceyrəsi ola bilməz. Təbii ki, zaten gördük ki, ayrı-ayrı aləmlərə aiddir. Sınaq 3, düşünürəm ki, sınaq 3, sınaq 1-dən daha asan idi, daha rahat idi. Sınaq 1 daha çətin idi deyənə bəzən bu testlərdən qorxdular. Amma sınaq 2 də daha rahatdır, sınaq 3 də rahatdır. Sınaq 1-də sadəcə olaraq biraz çox çətin suallar bir arada daha çox toplanmışdı. Belə.